19-cu hədis. İmam Məhəmməd Baqir əleyhissalamdan rəvayət olunub ki, Həzrət Əmir əl-Möminin Əli ibn Əbu Talib əleyhissalam buyurur: Din 4 şəxsin vasitəsilə durar, möhkəmlənər. Birinci, öz elminə əməl edən natiq alimin vasitəsilə. İkincisi, öz var dövlətindən Allah dininin əhlinə xəsislik, simiclik etməyən varlının vasitəsilə. Üçüncüsü, öz axirətini dünyaya satmayan, dünya ilə dəyişməyən yoxsulun vasitəsilə. Dördüncüsü, elm öyrənməkdə təkəbbür etməyən cahilin vasitəsilə. Deməli, hər vaxt alim öz elmini gizlətsə, varlı öz var dövlətini xərclənməkdə xəsislik etsə, yoxsul və kasıb adam axirətini dünyaya satsa və cahil adam da elm öyrənməkdə təkəbbür etsə, dünya geri qaydar. Məscidlərin çoxluğu və müxtəlif tayfaların bəndələri sizi aldatmasın. Bu zaman Əli əleyhissalamdan soruşuldu: Ya Əmir əl-Möminin, belə bir zamanda necə yaşamalıyıq? O həzrət buyurdu: Zahirdə onlarla olun, amma batində onlarla müxalifət edin. Çünki qiyamətdə hər bir şəxs öz etdiyi əməlin nəticəsini görəcək və çox istədiyi kəslə məhşərə gələcək. Belə isə mütəal Allah tərəfindən zühurun hasil olmasını gözləyin.